Məni izləyən hər kəsə Allahın salamı olsun. Bugün çox ləzzətli, orqanik, gözəl bir paprika və pul biber hazırlayacağım. Sizlər də belə gözəl, belə ləzzətli, belə təmiz paprika və pul biber hazırlamaq istəyirsinizsə, videomu sona qədər izləyin. Əməyə hörmət olaraq bəyəni düyməsini basıb, öz gözəl yorumlarınızı bildirməyi də unutmayın. Keçək paprikanın və pul biberin hazırlanma qaydasına. Paprikanı və pul biberi hazırlamaq üçün bizə belə gözəl acı biberlər lazım olacaqdır. Həm qırmızısı, həm də yaşılı. Əvvəlcə axar suyun altında bir-bir gördüyünüz şəkildə təmiz suyu çıxana qədər, təmiz olana qədər axar suyun altında belə gözəl şəkildə yuyub təmizləyirik. Bu biberlərin belə gözəl şəkildə yetişdirilməsi üçün bilirsiniz ki, bunlara dərmanlar vurulur. Yəni belə bir dərman vurulmuş biberi mütləq tərtəmiz suyu çıxana qədər yumaq lazımdır. Yuyub aş süzənə yığdığım biberləri, yəni suyu çəkilmiş biberləri iynə sapa, yəni qalın sapa belə şəkildə düzüb və həyətdə gün düşən yerə asıram. Mütləq bunu yayın lap cır-hacırında, yəni tam isti vaxtında hazırlayıb qurutmaq lazımdır ki, biberlər çürümədən qurusun. Bir başqa üsul bu setkalara düzüb, yəni gediş-gəliş olmayan yerdə, bu şəkildə isti olan, gün döyən yerdə quruda bilərsiniz. Və yaxud da kimin qurutma aparatı varsa, onda da quruda bilər. Artıq bizim biberlər quruyub hazırda gördüyünüz kimi, yaşıl biberlər də quruduqca belə gözəl şəkildə qızarır. Qurudulmuş biberləri tam qurudulmalıdır. Elə olmalıdır ki, yəni biz bunu aparatda çəkəndə gözəl şəkildə əzilsin. Əvvəlcə belə baş hissələrini, yəni yaşıl olan hissələrini təmizləyib götürürəm. Biberlərin baş hissəsini təmizlədikdən sonra belə 2-3 yerə bölürəm əlimlə, üyütmə aparatının içərisinə yığıram. Yenə də qeyd edirəm, biberlər tam qurudulmuş halda olmalıdır ki, bizim üyütdüyümüz paprika və pul biber də gözəl şəkildə alınsın. Üyütmə aparatının qapağını bağlayıram və 5 dəqiqəyə aparatın qururam. 5 dəqiqə ərzində özü çox gözəl şəkildə üyüdür. Bu aparatın gözəl xüsusiyyətlərindən biri odur ki, kənarından 5 dəqiqənin üstünə qoyuruq. Özü 5 dəqiqənin içərisində tam üyütdükdən sonra dayanır. Gördüyünüz kimi üyüdüb hazırdır. Yəni içərisini doldurduğumuz o qədər biberdən belə bu qədər biber alındı. Yəni üyüdüldükcə azaldı. Biberləri üyütdükdən sonra dərin bir qabın içərisinə tökürəm. Qalan biberlər də eyni qaydada tam üyüdülənə qədər aparatın içərisinə baş hissəsini təmizlədikdən sonra 2-3 yerə bölüb aparatın içərisinə yığıram və tam üyüdülənə qədər belə gözəl şəkildə üyüdülənə qədər üyüdürəm. Qeyd etmək yadımdan çıxdı, mütləq bunları hazırlayanda əlinizə əlcək giyin. Bir də maska taxın. Çünki biber üyüdülərkən acı olduğu üçün insanı boğur və əllərinizi də yandıra bilər. Gördüyünüz kimi üyütdükdən sonra belə bir gözəl ələk var. Ələyin içərisinə tökürəm və əliyirəm. Üyütdükdən sonra mütləq ələkdən eləmək lazımdır. Ələdikdə belə gözəl narın şəkildə paprika alınır. Ələyin içərisində qalanlar isə pul biberdir. Onu da bir başqa qaba töküb pul biber kimi istifadə edə bilərsiniz. Əzdiyimiz biberi ələkdən keçirdikcə, baxın, çox gözəl bir paprika əmələ gəlir ələkdən keçirdikcə. Bu isə pul biberdir. Hər ikisini ayrı-ayrılıqda quru, təmiz bankalara yığıb saxlamaq lazımdır.
Sonda yeməklərimizə dad, ləzzət verən həm paprika, həm də pul biber hazırlamış olduq. Siz bu paprikanı da pul biberi də təmiz yuyulub, qurudulmuş bankalara yığıb saxlaya bilərsiniz. Onu da qeyd edim ki, bu biberi üyüdərkən, yəni paprika, pul biber hazırlayarkən açıq havada çalışın ki, üyüdün. Çünki acı biber olduğu üçün üyütdükcə insanı onun havası, yəni ətrafa yayılan tozu boğur. Ona görə də çalışın açıq havada üyüdün. Sonda nə qədər gözəl, həm rəngi, həm dadı gözəl olan həm paprika, həm də pul biber hazırladığımızı görürsünüz. Əgər videomu sona qədər izləsəniz, sizlər də belə gözəl həm paprika, həm də pul biber hazırlamış olacaqsınız. Sizlər də hazırlayın, dadın və öz gözəl yorumlarınızı bildirməyi unutmayın.